Yeni dərsimiz relyefin təsviri horizontallar dərsidir. Uşaqlar, relyefin təsviri dedikdə biz relyef nədir? İlk öncə ona nəzər salaq. Relyef yer səthində olan nahamarlıqların cəmidir. Yer səthində olan nahamarlıqlar nədir dedikdə deyirik ki, məsəl üçün burada bir dağ var. Nə bilim, burada düzənlikdir. Getdik, burada da belə bir dağ var. Düzənliklə, burada çökəklik var belə. Və s. Bunların ümumi toplusu relyef adlanır. Biz bunu öyrənəcəyik ixtisasfer bölməsində. Dağlar, düzənliklər, bütün ərazilər gözümüzlə, yəni qapımızı açıb o İsmayıllıda, o dağın başında həyətimizdən çölə çıxanda gördüyümüz nə ərazilər varsa, hamısının cəmi nədir? Relyefdir. Və bu ərazilərin təsviri zamanı biz horizontaldan istifadə edirik. Horizontal nədir? Horizontal eyni hündürlüyə malik olan iki nöqtəni birləşdirən əyri və səlis xəttlərə horizontallar deyirlər. Bu tərifi bu cür dəqiq bilməyə ehtiyac yoxdur. Yadda saxlayın ki, iki eyni hündürlüyə malik olan nöqtəni birləşdirir. Bax, məsəl üçün nədir horizontal? Belə bir xətt çəkmişəm. Bu bir horizontaldır. Bu horizontalda burada olan A nöqtəsi, burada olan B nöqtəsi və burada olan C nöqtəsinin hər üçünün hündürlüyü nədir? Bir-birinə bərabərdir. A bərabər B bərabər C hündürlüyünə deyəcəksən. Yəni ki, biz bunu məsəl üçün B də deyə bilərik. Belə bir xətt çəkirəm. Düz xətt çəkmişəm və düz xəttin üzərisində də biz görə bilirik ki, burada yerləşən A nöqtəsi, burada yerləşən B nöqtəsi, burada yerləşən C, burada yerləşən D nöqtəsi. Bunlar hamısı nədir? Bir-birinə bərabər olan xəttlər hesab olunacaqlar. Məsəl üçün, siz dağlıq ərazidə qalan insanlar bunu daha aydın şəkildə də görə bilir, o hündürlük xəttlərini. Bunu nə vaxt görürsünüz? Bax, məsəl üçün, qaldığınız kənddə, qaldığınız yerdə iki dənə deyək dağ var. Biri nə bilim kəndin bu tərəfindədir, biri o birisi tərəfindədir. İki dənə dağdır. Qışda və ya payız vaxtı belə deyim, payızda qar yağanda, qar yeni-yeni yağanda görürsən ki, məsəl üçün atıram bu dağın hündürlüyü 3000 metrdir, atıram bu dağın da hündürlüyü 1000 metrdir. Sən baxırsan ki, bu dağın, məsəl üçün, zirvəsində qar yoxdur. Amma bu dağın zirvəsində qar var. Demək, bizim bu birinci dağımız olsun. Bu da ikinci dağımız olsun. İkinci dağımız daha alçaqdır, birinci dağımız daha yüksəkdir. Və yaxud da ki, sən görürsən ki, bu dağda, bax, bu əraziyə qədər olan hissədə qar var. Bu dağda da ki, bu qədər hissəyə qədər qar var. Deməli nədir? Bu hər ikisinin bu hündürlüyü bir-birinə bərabərdir deyə, orada havanın temperaturunun soyuması da eyni olur deyə, o ərazinin hər ikisində qar yağa bildi həmin dövrdə. Yəni bu kimi şeylərlə biz təbiətdə bunu görə bilərik. Yəni dağlıq ərazilərə çıxdığınız zaman nə vaxtsa, dağa falan çıxanda belə şeylərə fikir verib görə bilərsiniz. Və biz bunları horizontallarla təsvir edirik. Horizontallarla bu şəkildə təsvir edirik. Bizim testlərdə, suallarda qarşımıza horizontallar bu şəkildə formada nədir? Çıxacaqdır. Bunlar haqqında yəqin ki, məlumatımız artıq bizim var. Bu şəkildə horizontallar çıxır qarşımıza. Horizontalların üzərisində bu şəkildə də balaca-balaca bizim xəttlərimiz var. Qırıq-qırıq xəttlər var. Görək nələrdir? Nə öyrənməliyik biz burada? Bu horizontal təsviridir. Bu horizontal üzərisində bu A nöqtəsidir. Bu B nöqtəsidir. Və bu da C nöqtəsidir. Biz deyəcəyik ki, A bərabər B-yə bərabərdir C-yə. Burada verilən qırıq-qırıq xəttlər bizə Berik ştrixlərini bildirir. Berik ştrixlərini bildirir. Berik ştrixləri nədir? Berik ştrixləri horizontallara perpendikulyar çəkilmiş xəttlərdir. Horizontallara perpendikulyar çəkilmiş xəttlərə berik ştrixləri deyilir. Perpendikulyar nədir? Yəqin ki, riyaziyyatdan, həndəsədən biz artıq bunu bilirik ki, perpendikulyar 90 dərəcəlik bucaq deməkdir. Yəni, bu horizontallarla buradakı olan bucağı 90 dərəcəlik bucaqdır. Bax, berik ştrixləri nə oldu? 90 dərəcəlik bucaq altında çəkildi. Bunu bildik. Berik ştrixləri relyefin formasını bildirir bizə. Bax, berik ştrixləri nə etdi? Relyefin formasını bildirir bizə. Relyefin formasını necə bildik biz? Nə deməkdir bu? Təbiətdə uşaqlar relyef formalarına görə, relyef formasına görə iki yerə ayrılacaqdır. Biri var müsbət relyef forması, biri də var mənfi relyef forması. Yəni, müsbət relyef formaları dağlardır, mənfi relyef forması isə çökəklik ərazilərdir.
Bunu da yəqin ki, biz görmüşük. Yəni orada məsəl üçün İsmayıllıda dağlıq yerdə qalırıqsa əgər, biz orada dağ da görə bilərik. Biz orada çökəklik ərazidə görə bilərik ki, bunların hər biri nədir? Müsbət və ya mənfi relyef forması hesab olunacaqdır deyəcəksiniz. Baxın, burada görürsünüz. Burada yarğandır. Biz bunda keçib öyrənəcəyik vaxt gələndə. Yəni müvəqqəti axarların yaratdığı relyef formasıdır. Bax, burada mənfi relyef formasıdır artıq bu. V şəkildədir və dərə formasındadır. Fikir veririk. Bax, bu təbiətdə görəcəyimiz mənfi relyef formasıdır. Amma məsəl üçün bu arxa tərəfdə dağ görürük, meşəlik olan ərazi. Bax, bura görürük nədir? Müsbət relyef formasıdır. Və bizim həmin bu berik ştrixlərimiz bizə müsbət və ya mənfi olmaqla relyef formasının nə olduğunu göstərir. İndi biz hardan bilirik ki, məsəl üçün bu dağdır yoxsa çökəklikdir deyəndə artıq nəyə fikir verməliyik? Berik ştrixlərinin kənara çıxmalı. Əgər berik ştrixləri gördüyümüz kimi kənara doğru çəkilibsə, yəni horizontaldan çölə çıxırsa, bu olacaqdır dağ. Yəni ki, bizim bu şəklimiz müsbət relyef forması olan nədir? Dağ hesab olunacaqdır. Yox, əgər təxmini çəkirəm bu şəkildə, berik ştrixləri içəriyə doğru. Bax, bu şəkildə içəriyə doğru çəkilmişdirsə, artıq bu mənfi forması çökəklik hesab olunacaqdır deyəcəksiniz. Yəni, bir dənəsində çəkək, lap belə. Bax, bu şəkildə. Fikir verdiniz, burada kənara çıxma yoxdur, amma burada kənara çıxma nədir? Var. Ona görə də bu şəkildə biz aydınlaşdırırıq ki, bunun hansı müsbət, hansı mənfi formasıdır. Demək, bir iştirakları perpendikulyar çəkildilər. Relyef formasının mənfi ya müsbət olmağını bizə bildirdilər. Bir də berik ştrixləri səth axımlarının istiqamətini bildirdilər. İndi sual yaranır ki, beyninizdə müəllim, səth axımları nədir? Bilən var uşaqlar? Səth axımları nə olduğunu? Yeraltı sularda mənim əsasən. Yeraltı sular səth axımıdır, eləmi? Çaylar. Çatmasını Çaylar. çaylardır, Bildiyimiz, hə. bildiyimiz, mənim bildiyim, sizin bilmədiyiniz çaylar. Çaylar səth axımlardır. Çayların axım istiqamətini bildirir bizə. Yəni bunu sən düzdür, dağlıq bir yerdə qalan bir insan üçün normal haldır, amma yəni bu işlədiyim müəllimlik dövründə məsəl üçün burdan belə xətt çəkmişəm, demişəm ki, bu çay olsun, bu çay hardan hara axır? Demişəm məsəl üçün A-dan B-yə mi axır? Uşaq deyib ki, bəli müəllim, A-dan B-yə axır. Yəni çay yuxarı doğru qalxası deyil də, yuxarıdan aşağı doğru axmalıdır. İndi bizə maraqlı qalan hissəsi olur ki, hə, bunun nə dəxli var ki, yəni mən onsuz da dağ varsa, dağda bilirəm ki, çay yuxarıdan aşağı axmalıdır da. Yəni mən nəyə görə bilim? Belə bir çəkirik horizontallarla bu şəkildə və mən burada bir A nöqtəsi qeyd edirəm, burada bir B nöqtəsi qeyd edirəm. A-dan B-yə doğru da bir xətt çəkirəm, deyirəm bu da çaydır. İndi siz mənə deyə bilərsiniz ki, bu çay A-dan B-yə doğru axır. Deyə bilərsiniz? Yatırı hamısı orada. Xeyr müəllim. Niyə mən deyərəm ki, A-dan B-yə axır? Aşağıdan yuxarı nətə qalxa bilər müəllim çay? Ya sən ona deyirsən bu çay B-dən A-ya doğru axır. Eləmi? Bəli. Deyə bilərik Aysu. Elcan. Danışın ay bala, bir səsinizi açın görək, bir səsinizi eşidək. Deyə bilməliyik müəllim, çünki orada horizontalların ştrixləri bilinmir. Aysu, deyə bilmərik. Məsəl üçün, Elcan deyir ki, B-dən A-ya doğru axır. Onda bizim bu şəklimiz belə olsaydı əgər, belə olsaydı, bu şəkildə olsaydı, hə, bu çökəklik olardı, bu şəkildə olardı. Bax, bu çökəkliyin, uşaqlar, bax, bu horizontal, kənar horizontaldır. Bu kənar horizontal burada olur. B burada olur. Bu isə daxili horizontaldır. A da burada olur. Hə, çay da A, B-dən A-ya doğru axır. Qəşəngdir. Amma yox, mən deyirəm ki, məsəl üçün, B kiçik xərim belədir. Çölə çəkilib. Hə, onda bu dağdır. Dağ olan zaman bu daxili horizontal. Bax, daxili uşaqlar, bax fikir verin ha. Daxili horizontal var, xarici horizontal var. Daxili daxildə olandır adı üzərisində. Xaricidə olan horizontaldır. Bu da düşünün həmişə bax bunun üçbucaq formasında. Bunun daxili hissəsi haradır? Buradır. Burada daxili horizontal olmalıdır. Yəni A horizontalı burada yerləşməlidir. Bura xaricidir, burada isə B horizontalı yerləşdi. Və mən dedim ki, indi B-dən A-ya çay axır. Bu artıq düzgün olmur. Bu
Bu çay haradan hara axmalıdır? A-dan B-yə. Yəni berg ştrixləri hansı istiqamətdədirsə, artıq o bizə relyefin nə olduğunu bildirəcək, yəni dağ və ya çökəklik olduğunu bildirir və biz ona əsasən də artıq bilirik ki, daxili horizontal harda yerləşir, xarici harda yerləşir və çayın istiqaməti də hansı tərəfdən hansı tərəfədir. Və bunu da bizə berg ştrixlərinin köməkliyi ilə nə etdik, tapmış olduq. Sonra, deməli, biz burada berg ştrixlərini danışdıq, nə olduğunu dedik, horizontalların nə olduğunu dedik ümumi şəkildə. Bir də uşaqlar, horizontalların çəkildiyi ərazidə yamacın meylinin çox və ya az olmasını bildirə bilər bizə. Burada diqqətli olaq. Bax, məsəl üçün mənim bu horizontalımın görürəm ki, bu tərəfi daha sıx çəkilib. Belə götürək. Təxminən qərb, şərq və cənub-şərq tərəfində daha sıx çəkildiyini görürəm. Amma şimal və qərb tərəfdə, şimal-qərb tərəfdə daha seyrək olduğunu görürəm. Yadda saxlayırıq ki, əgər horizontallar sıx çəkilibsə, bu bizə nəyi bildirəcəkdir? Buranın meylliyinin çox olduğunu bildirəcəkdir. Yox, əgər seyrək çəkilibsə, o zaman meyllik burada nədir? Az olacaqdır deyəcəksiniz. Yəni bunu evdə yoxlaya bilərsiniz özünüzdə. Həmişə belə düşünün. Bax, horizontal dedikdə əlinizi götürün. Bu əlinizin bu üst hissələri var, barmaqlarınızın yuxarı yumruları. Bu hissələri dağ kimi düşünün. Hərəsini ayrı-ayrı bir təpə formasında düşünün. Və məsəl üçün sən götürüb qələmlə, indi mən əyani dərsi olanda həmişə çəkirəm uşaqların əlinin üzərisində. Qələmlə biz götürüb əlimizin üzərisində bu şəkildə burada yumru-yumru xəttlər çəksək, dairəvi xəttlər çəksək, orada biz artıq nədir? Bunu görə bilərik ki, həqiqətən də məsəl üçün bu ön tərəf meyillilik azdır, arxa tərəfdə meyillilik çoxdur. Çəksən görəsən ki, arxa tərəfdə horizontallar sən xəttləri sıx çəkirsən, amma qabaq tərəfdə xəttlər nə olur? Daha seyrək formada olur. Bax, bu da bizə ərazinin meylinin çox və ya az olmağını nə etdi? Bildirdi. Horizontalın belə deyək də sayının çox və ya az olması bizim üçün əhəmiyyət kəsb edirmi? Yəni horizontaldır. Bu hündürlük dəyişməyəcək. Yəni bir ərazidən məsəl üçün mən 5 dənə horizontal keçirirəm. Hə, bir tərəf meyillidir deyə ora biraz horizontalın hündürlüyü çox, sayı çox düşür, amma bir tərəfin meyilli azdır deyə horizontalın sayının az düşməyini də görə bilərik. Bu da ola bilər. Sonra horizontallar arasındakı məsafə hər zaman eynidir. Sıx çəkilsə də eynidir, seyrək olsa da eynidir. İndi sənə beynində sual yaranır ki, ay müəllim, nətər ola bilər axı? Mən gəl əlimə bir xəttkeş götürüm. Burdan bura olan rəngi dəyişmə. Burdan bura olan məsafəni də ölçürəm. Burdan bura olan məsafəni də ölçürəm və baxıram ki, bu məsafə daha çoxdur. Amma mən də müəllim də deyir ki, yox, ay bala, bunun hər ikisi arasındakı məsafə məsəl üçün 10 metrə bərabərdir. Burada 10-dur, burada 10-dur. Burada uşaqlar nəyə diqqət yetirmək lazımdır? Ərazimizin belə olmağı var, bir də ərazimizin belə olmağı var. Ərazi belədir. Horizontalın biri buradan keçir, lakin buradan keçir. Bu meyilli formada 10 metrə bərabərdir. Amma bu dikli deyə horizontal bir-birinə yaxın keçir. Amma yenə nədir buranın hündürlüyü? 10 metrdir. Yəni ki, burada horizontal sıx və ya seyrə çəkilməyə aradakı məsafənin çox və ya az olmağına təsir göstərmir. Yadımızda qalsın bu suallarda falan qarşınıza çıxa bilər. Bunlar belə. Başqa buradan deyəcəyimiz horizontaldan bu hissəsindən xırda-xuruş elə bir şey yoxdur zənnimcə. Bax, burada da görürsünüz relyef formaları necə də çəkiblər, təsvir ediblər. Gəlin biz də elə bu haqda da biraz deyək. Məsəl üçün mən horizontal çəkirəm. Bu standart qarşımıza çıxmaya bilər uşaqlar. Burada lakin diqqətli olaq. Yəni götürdüm qələmi elə çəkdim də belə əyrim-üyrüm çəkirəm. Bu şəkildə çəkirəm. Hə, bu relyef formasının bir təsviridir. Və yaxud da ki, mən bunu belə çəkdim, belə böyütdüm. Buradan da götürdüm, ayrı birini çəkdim. Belə verdim. Nə bilim, götürdüm, burada da ki, bir dənəsini verdim bu şəkildə. Nə bilim, burada da bir şəkildə belə bir dənəsini verdim. Bunlar nədir, uşaqlar? Bax, bunlar, bu yuxarı hissədə çəkdiklərim var, içəridə olan o kiçiklər. Bunlar bizim təpələrimizi göstərir. Yəni dağdır, bu bir silsilədir, elə bil ki, dağ silsiləsidir. Belə düşünün. Bax, bu şəklin sxemini quracaqsaq belə quracağıq biz. Burada bir dağ sistemi qururuq bu şəkildə. Nə bilim, burada bir kiçik təpə qururuq, burada birini qururuq, burada da belə birini qururuq. Və bu şəkildə elə bil ki, 4 dənə zirvəsi olan, təpəsi olan nədir? Dağdır. Və horizontallarla təsvir edirəm.
Birinci horizontalım hamısının ətəyindən keçdi. İkinci horizontal, bax buradan belə bu şəkildə keçdi, hamısını gördü. Üçüncü horizontal yenə də keçdi, hamısını gördü buradan. Dördüncü horizontalım. Artıq gələcək məsəl üçün bu ərazidən keçəcək. Heç burada da olmayacaq. Çünki bu dağın bu hissəsi də indi biraz yuxarı çəkmişəm mən. Belə. Bu şəkildə olacaq. Yəni bu şəklin bunu göstərir mənə. Mən indi sayıram. Bax, gəlin sayaq. 1, eləmi? 2. Bax bu da 2-dir. Bu da 2-dir. Bu da 2-dir. Ha, diqqətli olun. Bax 1, 2. 1, 2. 1, 2. 1, 2. Gördük, hamısı nə oldu? 2 oldu. Ona görə mən bu horizontalları, bax, dağın bu hissəsini boş saxladım. Buraya heç nə çəkmədim mən. Sonra 1, 2, 3. 1, 2, yazım bura 3. 1, 2, ən zirvə 3. 1, 2, ən zirvə 3. 1, 2, 3, 4. Aha. Gördük, artıq burada 1, 2, 3, 4. Bu yuxarı xəttlərdə mən artıq çəkmişəm belə. Ha. Bu şəkildə. 4. Все. Bizim relyef formamız bax bu şəkildə qrafik formasını qurmuş olduq. Yəni ki, burada verilən bu hissələr bizim həmin bu kiçik zirvələrimizin də var olduğunu bildirən hissələr hesab olunacaqdır deyəcəyik. Bu belə. Sonra belə bir şey deyək. Bunu da qrafikini quraq. Bir dənə dağ çəkirəm horizontalla bu şəkildə verdik. Berik ştrixlərini göstərdik bu şəkildə. Bildik ki, bu relyef formamız dağdır. Bir dəqiqə bunu biraz geniş çəkim mən. Belə. Ha. Bu relyef formamızın dağ olduğunu biz anladıq. Bildik ki, berik ştrixlərə görə bu dağdır. Burada bu horizontalın üzərisində A nöqtəsi verdim. Bu horizontalın üzərisində B nöqtəsi verdik. Və burada artıq qrafik formasını qurduğumuz zaman çəkirik dağımızı 1, 2, 3 dənə xəttimizi çəkdik. Bura B-dir, burada A-dır. Hə, indi mən gətirib məsəl üçün belə bir dənə şəkildə çəkim sizə. Belə bir dənə şey edək. Deməli belə. Yenə relyefini çəkməm indi hamısını birikişdir xərin. Relyefimiz budur. Burada da ki A nöqtəsidir. Burada B nöqtəsidir. Mən bunun qrafikini quran zaman 1, 2, 3 dənə xətt çəkdim. B-ni bura yazdım. A-nı mən bura yaza bilmərəm. A çünki burada bir nöqtədir. Artıq A bunun zirvə nöqtəsidir. Və yaxud da ki, mən bu şəkildə A-nı gətirib bu zirvədə yaza bilməzdim. Çünki horizontalın üzərisindədir. Biz işimizi horizontal üzərisində addımlaya-addımlaya gedirik. Biz horizontaldan kənar burada iş görə bilmirik ha. Məsəl üçün, mən bu horizontalın hündürlüyünün deyək ki, 100 metr olduğunu bilirəm. Burada 100 metrdir. Üçüncü horizontaldır. 100 metrdir. Məsəl üçün, bura deyək ki, 50 metrdir. Bura 0 metrdir. Bura 50-dir. Burada 0 metrdir. Fikir verirsən, 0, 50, 100. 50, 50 artdı da. Hə, indi gəlin mən deyim ki, bu nöqtənin hündürlüyü 150 metrdir. Xeyr, deyə bilmərəm. Başa düşdük? Yəni bu bir zirvədir. Mən bu zirvənin tam hündürlüyünü bilmirəm. Bu 150-dən aşağıda, 100-dən yuxarıda. Yəni 150 və 100-ün arasında yerləşən hər hansı bir rəqəm də ədəddə ola bilər. Başa düşdük? 149 da ola bilər, 101 də ola bilər, 110 da ola bilər, 111 də ola bilər. Yəni bu ikisinin arasında yerləşən bir nöqtədir. Ona görə biz bunun hündürlüyünə 150 deyə bilmərik. Çünki bu horizontalın üzərisində deyil. Biz horizontalın üzərisində olan ərazilərdən iş görə bilirik. Sonra burada diqqətli oluruq. Təkrar bir də deyirəm. Bu daxili horizontaldır. Bəzən burada karxır şagirdlər. Bu xarici horizontaldır. Daxili horizontal qaldı daxildə. Xarici isə qaldı xaricdə. Yəni mən sənə bu şəkildə bir şəkil verib səndən soruşanda relyef forması nədir? Sən dedin ki, müəllim dağdır. Desəm ki, burada B nöqtəsi dağın zirvəsidir yoxsa ətəyidir? Nə deyəcəksən? Deyirsən ki, müəllim, B dağın ətək hissəsidir. A nədir? Zirvə hissəsidir. Və sən gətirib bu qrafiki burada quran zaman götürüb A-nı bura yazıb B-ni yuxarı yaza bilməzsən artıq. Çünki ağzında deyirsən ki, A zirvə, B ətəkdir. Bu da dağdırsa dağın ətək hissəsidir, zirvə hissəsidir. Ortada qalan isə yamaç hissəsidir. Yəqin ki, bu da aydın oldu bizə. Sonra bizə relyef formasını çökəklik verə bilər. İndi isə gəlin çökəklik üzərisindən çəkək bunu.
Çökəklik verdi bizə. Daxilə doğru horizontal beşikliklərimizi çəkdik. Və burada da bizə bir A nöqtəsi verdi. Burada isə bizə bir horizontalın üzərisində B nöqtəsi verdi. Qrafik formasını qururam. A-nı atıram ən aşağıya, dibə, B-ni isə atıram ən yuxarıya. Deyirsən, vəsiyo. Bu şəkildə də bunun qrafikini qurduq. Artıq burada bu çökəkliyin dib hissəsidir. Daxili horizontaldır. Yəni çökəkliyin daxili haradır? Buradır. Kənarı haradır? Bu ərazidir deyəcəksiniz. Sonra hələ kəsmə yüksəkliyi nisbi hündürlük anlayışları da var. Mütləq hündürlük falan. Onlara gələcək, onlar haqqında deyəcək. Bunlar xırda lazım olan primitiv məsələlərdir, qarşımıza çıxır birdən. Belə bir sual ola bilər, qarşımıza çıxa bilər. Belə bir relyef forması verir sənə və dağdır relyef formamız. Burada bir A nöqtəsi verir, burada isə bir B nöqtəsi verir. Sənə sualda deyir ki, A nöqtəsində dayanmış müşahidəçi ilə B nöqtəsində dayanmış müşahidəçi bir-birlərini görə bilərmi? Belə bir sual verir. İndi sizin fikriniz nə olar uşaqlar? İlyas, deyə görəksən. Hə, yox. Müəllim, o ortada dağın zirvəsi var yəni Fikir iki bildirmə, dənə fikir bildirmə, müxtəlif fikir ətəklər bildirmə. yəni. Görə bilər yoxsa yox? Hə, yox. Yox. Aysu sən Görə bilməzsən. görə bilməz. Amin sən Görə bilməz müəllim. görə bilməz. Nigar Görə bilməz. görə bilməz. İndi hamımızdan bir-bir soruşsam niyə görə bilmir də? Ecan Çox mümkün görünməz. görənməz deyirsən. Mən səndən razı. Bizə izah edir bunu kim? Bunu kim izah edir bizə? Kimdir o ürəkli vətəndaş İlyasdan başqa? Ayda. Yox, deyil ürəkli biri. Yaxşı, mən seçərəm. Nigar. E, mən niyə deyim? Hmm. Niyə görə bilmir? Aysu. Dağın zirvəsi dadır. Çünki mən orada A və B nöqtələri ikisi də dağın ətəkləridir. Biri dağın ön üzünün, bir də arxa üzünün ətəkləridir. Zirvə onların ikisində Yaxşı, mən qarşısında ona durub B-ni görə bilmirəm. atsam bura B yaxşı görə bilərmi bir-birini? Xeyr. Görə bilmir. Bu, bəli, dağdır. Dağ olduğuna görə bunlar dağın məsəl üçün biri bu nöqtəsindədir, biri də bu nöqtəsində olduğuna görə bunlar bir-birini görə bilmir. Amma relyef formamız çökəklik olsaydılar, hə, onda A burada yerləşib, B burada yerləşsəydi, ara boşluqdur da. Burada nədir? Bir-birlərini görə bilərdi. Görəcəklər Buna onu. diqqətli olaq, hə. Əgər çökəkliksə görə bilər. Yox, çökəklik deyilsə, təbii ki, də orada bir-birlərini dağın içindən tunel açıb bir-birinə baxası deyirlər ki, yəni onlar bir-birlərini orada görə bilməyəcəklər. Çünki dağın müxtəlif yamaçlarında yerləşirlər deyə. Sonra başqa burada nə deyim mən sizə? Deməli, belə bir şey qarşımıza çıxa bilər. Məsəl üçün çay verər. Çayın kənarında bir dənə relyef forması belə verir. Bir dənə də relyef forması bu lap insana oxşadır. Bunu da ağıl çəksə belə. Hə, belə bir relyef forması verir sənə. Yadda saxlayaq. Buradakı horizontal A horizontaldır. Deməli, buradakı bu nədir? Çay olduğunu bildirək bunun. Çaydır. Buradakı horizontal isə nədir? B horizontaldır. Və yadda qalsın. A bərabərdir B-yə. Bir çayın kənarında sağ və sol sahildə yerləşən iki horizontal varsa, bunlar bir-birinə 3 də olsa, məsəl üçün burada olsun deyək bir digəri C horizontalı. Hə, bu da bərabərdir C-yə. Bunların hamısının hündürlüyü nə olacaq? Bir-birinə bərabər götürəcəksən. Bu da yadımızda saxlayaq. Sonra ə, belə bir şey qarşımıza çıxa bilər. Məsəl üçün bir deyək ki, şəkildir, belə veriblər. Nə bilim, bir dənəsini də bu tərəfdən yenə belə veriblər. Belə bir şeylərdir. Buradan da deyir ki, belə bir dənə çay axır. Ha, və həm burada da ki, dəniz var. Burada dənizdir. Çıxacaq demin testində bu suallar qarşımıza çox çıxır. Hə, bunu gəl biraz çoxaldaq sayını. Belə eləyək. Hı. Hə, burada sənə məsəl üçün bir A nöqtəsi verib, nə bilim, burada da ki, sənə bir B nöqtəsi verib. Bax, bizim bu şəklimizdə uşaqlar, belə bir şey yadımızda qalsın ki, bu çayı heç vaxt horizontal kimi saymırsınız. Yəni, bu horizontal deyil.
Çünki sənə mən deyirəm ki, bununla bunun hündürlüyü nədir? Bir-birinə bərabərdir. Demək onda nədir? Burada B-dir. Başa düşdük. Bu B-dirsə, demək bu da B-dir. Bura ikinci horizontaldır. C verirəm. Demək buradakı nədir? Bu da C-dir. Üçüncü horizontal nədir? A-dır. Demək bura nədir? A-dır. Başa düşdük. Yəni bu tip suallar qarşımıza çıxanda biz bu tip suallarda bu iki qrafiki bir-birinə birləşdirə bilirik. Yəni bu qrafiki götür, gətirdin, qoydun bu birisi qrafikin içərisinə və burada yenə üçüncü xətt A-dır, burada da üçüncü xətt A-dır. Yəni məsəl üçün mən burada bir dənə xətt çəkmişəm, dördüncü xətt. Ona demişəm D. Demək onda 4 nə olacaq burada da? D olacaq. Yəni bu şəkildə burada hər şeyi silib bu şəkildə biz bunu bax bu formada saxlaya bilərik. Yəni bir dənə formaya saxlaya bilərik. Və dəniz səviyyəsi anlayışı var ki, dəniz səviyyəsi isə artıq nədir? 0 metr qəbul edilmiş səviyyədir ki, biz bunu Azərbaycanda Aralıq dənizi, Baltik dənizi sahillə, Baltik dənizinə görə hesablayırıq, götürürük 0 metr. Amma Avropa ölkələrində Aralıq dənizindən Şimal dənizinə və s. hesablamaq olur. 0 metr qəbul edilir və bu dəniz səviyyəsidir. Birdən qarşımıza sual çıxır ki, Azərbaycanda dəniz səviyyəsi anlayışı Xəzər dənizindən götürülür. Xeyr, Xəzər dənizindən götürülmür. Çünki 0 metr dəniz səviyyəsidir. Və Xəzər dənizi -26, -27 metrdə yerləşir. Yəni ki, 0 metrdən 27 metr aşağıda yerləşən bir ərazi olduğuna görə. Plus da ki, tərəddüddə, yəni onun səviyyəsi daimi qalxıb və ya azalmasına görə biz bundan dəniz səviyyəsini ölçə bilmərik. Hardan ölçürük? Baltik dənizindən ölçürük. Dəniz səviyyəsi nə qədər qəbul edilmişdir? 0 metr qəbul edilmişdir deyəcəksiniz. Yəni məsəl üçün həmişə biraz bunları öyrəndikcə adam televizorda, nə bilim və ya TikTokda, Instagramda nəsə bir qarşısına çıxanda baxanda görürsən ki, belə bir termin söz işlədir. Dəniz səviyyəsindən nə bilim 3000 metr yüksəklikdə. Bax gördük, orada o sözü işlədir. Sən indiyə qədər bəlkə də heç buna fikir vermirsən, amma indən sonra istər-istəməz bu səndə bir fikrini cəlb edir ki, hə bax biz bunu artıq eşitmişik dəniz səviyyəsində. Ha, bu həmin dənizdir, o Baltik dənizidir. Hə, bu o 0 metr olan dənizdir. Hə, buradan 3000 metr yuxarıda yerləşər. Məsəl üçün deyir ki, Gədəbəy ərazisi dəniz səviyyəsindən təxminən 1500-2000 metr yüksəkdə yerləşir də ortalama belə deyək. Aha, harada yerləşirik biz? Dəniz səviyyəsindən, yəni 0 metrdən yuxarıda yerləşirik. Amma məsəl üçün deyək ki, nə bilim, İmişli ərazisi, nə bilim, Neftçala ərazisi, Səlyan ərazisi, Sabirabad ərazisi. Bunlar dəniz səviyyəsindən bəzisi 10 metr, bəzisi 7-8 metr, bəzisi də ki, daha çox aşağıda yerləşir. Mənfidə yerləşir. Onlar sıfırdan aşağıda yerləşirlər. Yəni bunun qrafikini biz sxem qurası olsaq, bu şəkildə quracağıq biz bunun qrafik sxemini. Ha, bu belə. Məsəl üçün mən burada götürürəm belə dəniz səviyyəsi götürürəm buranı. Düşünək ki, bura dəniz səviyyəsidir, 0 metrdir. Burada məsəl üçün yerləşir deyək ki, Sabirabad rayonu yerləşir. Burada nə bilim yerləşsin deyək ki, Ağdam rayonu. Burada yerləşsin Gədəbəy rayonu. Gördük Gədəbəy yuxarıda yerləşir. Dəniz səviyyəsinin üstündə qaldı. Ağdam dəniz səviyyəsində yerləşən hissəsi oldu məsəl üçün. Amma Sabirabad nə oldu? Dəniz səviyyəsindən aşağıda yerləşir. Deyirsən ki, ay müəllim, bu dənizin suyu buradan aşıb tökülüb buranı yuyub məhv eləyər. Bu elə bir şey deyil də. Yəni ki, bu obşi bir ərazi aşağı düşür. Aşağının da aşağısında yerləşən. Bizim üzərimizdə dəniz yoxdur da. Ona görə o bizə axıb gələsi deyil. Bax, bu da belə. Deməli, qısaca bir də təkrar deyək. Berik ştrixlərini öyrəndik. Yamacın nə hansı formada olduğunu, yəni relyefin müsbət və ya mənfi olduğunu bildirdi bizə. Səth suların axım istiqamətini bildirdi bizə. Horizontallar sıxdırsa, burada deməli meyillik çoxdur, seyrəkdirsə meyillik azdır. Horizontallar arasındakı məsafə hər zaman bərabər olacaqdır. Yəni ki, hər biri bərabərdir. 5 dənə horizontal çəkmişəmsə, bunun 4 dənə arası var. 5 dənə barmağım var. 1, 2, 3, 4 dənə boşluq var. 5 horizontalın 4 boşluğu var. Hər boşluq bir-birinə bərabərdir. Bura 50 metrdirsə, bu boşluq da 50-dir. Bu boşluq da, bu boşluq da hər biri nədir? 50 metr olacaqdır deyəcək. Çay kənarında yerləşən iki horizontal dedik ki, bir-birinə bərabər olacaqdır. Sağ və ya sol sahəndə olan horizontallar bir-birinə bərabər götürəcəksən. Daxili horizontal bildik, xarici horizontal nədir? Bunu da bildik. Zənnimcə buradan deyəcəklərim həkim bunlardan ibarətdir. Keçək indi digər hissəsinə.